Növbəti 2 həftədə qar kimi ağ şans zolağına çıxacaq bürclər. Yəni həyatında təmiz, işıqlı və uğurlu dövr başlayacaq bürclər bunlardır. Buğa uzun müddətdir səbr etdiyin işlərin qarşılığını alırsan. Pul, sevgi və sağlamlıqda balans yaranacaq. Yeni gəlir qapısı açılır. Məsləhət, öz dəyərini bil, heç kimin səni kiçiltməsinə icazə vermə. Əqrəb tale sənin tərəfindədir. Çətinliklər yavaş-yavaş aradan qalxır, həyatında işıq görünür. Xüsusən də ailə və iş mövzusunda müsbət dönüş baş verir. Məsləhət, qəlbindəki qorxuları burax, dəyişiklikdən çəkinmə. Oğlaq kainat sənə bollluq və etibar göndərir. Uğurlu razılaşma və ya maddi yüksəliş mümkündür. Məsləhət, hər fürsəti diqqətlə dəyərləndir, yeni başlanğıclardan qorxma. Tərəzi, təmiz enerji və sevinc axını başlayır. İnsanlarla münasibətlərdə harmoniya yaranacaq, həm sevgi, həm dostluq sahəsində xoş xəbərlər alacaqsan. Məsləhət, ürəyindən gələn sözləri deməkdən çəkinmə. Balıq taleyin işığı səni qoruyur. Ruhi rahatlıq və maddi bolluq eyni anda gələcək. Xüsusilə intuisiyan sənin ən güclü silahındır. Məsləhət, daxili səsinə qulaq as, səni doğru istiqamətə aparacaq. İstəsən bu bürclər